Videoya başlamazdan əvvəl buradan takip olub dəstək olsanız çox sevinərdim. Əgər videonun ikinci hissəsinin gəlməyini istəyirsinizsə, yorumlarda part 2 yazmağı unutmayın. Şəkildə gördüyünüz bu şəxs Theodore Robert Bundy, Ted Bundy olaraq bilinən ABŞ-ın ən məşhur seri qatillərindən biridir. O 1974-1978-ci illər arasında ən azı 30 gənc qadın və qızı qaçıraraq təcavüz edib qətlə yetirmişdi. Onun yaraşıqlı olması, yüksək intellekti, normal həyat tərzi cinayətlərini uzun müddət gizlətməyə kömək etmişdi. Ted Bundy 24 noyabr 1946-cı ildə Vermont ştatının Burlington şəhərində gənc qadınlar üçün ev adlı qurumda dünyaya gəlib. Anası Eleanor Louisa Covell Tedi dünyaya gətirəndə cəmi 22 yaşında və subay idi. 1940-cı illərin cəmiyyətində nigahdankənar uşaq doğmaq böyük bir utanc mənbəyi və skandal hesab olunurdu. Buna görə də ailə qərar verdi ki, Tedi babası Samuel və nənəsi Eleanor böyütsün. Ted uzun illər boyunca babası və nənəsini özünün əsl valideynləri, anası Louisa'nı isə böyük bacısı kimi tanıyır. O, həqiqəti illər sonra yeniyetməlik dövründə öyrəndikdə anasına qarşı böyük bir qəzəb və inamsızlıq hiss etməyə başlamışdı. Tedin ilk illərini keçirdiyi evdəki mühit çox gərgin idi. Babası Samuel Covell tez-tez qəzəblənən, ailə üzvlərinə və heyvanlara qarşı şiddət göstərən, irqçi xarakterli bir adam idi. Bəzi mənbələrə görə babası nənəsinə fiziki cəhətdən işgəncə verirdi. Tedin psixotik meyllərinin yaranmasında bu şiddət dolu mühitin böyük rol oynadığı ehtimal olunur. Hətta ailənin xatirələrində Tedlə bağlı çox qorxulu bir hekayə də var. Tedin xalası bir gün yuxudan oyananda 3 yaşlı Tedin onun çarpayısının ətrafına mətbəx bıçaqları düzdüyünü və çarpayının kənarında dayanıb gülərək ona baxdığını görmüşdü. Bu onun uşaq yaşlarından silahlara və qorxu yaratmağa olan marağının ilk siqnallarından biri. 1950-ci ildə anası Louisa ailənin təzyiqlərindən və atasının qəzəbindən xilas olmaq üçün Tedi də götürərək Washington ştatının Tacoma şəhərinə köçdü. Burada o 1951-ci ildə Johnny Bundy adlı bir aşpazla ailə qurdu. Louisa və Ted onun soyadını götürdülər. Johnny Bundy yaxşı və sakit bir adam idi. O Tedi öz oğlu kimi qəbul etməyə, onu düşərgələrə aparmağa və onunla vaxt keçirməyə çalışırdı. Lakin Ted heç vaxt onu əsl ata kimi qəbul etmirdi. O, Johnny-ni dırnaqarası və qabiliyyətsiz bir insan kimi görürdü. Ona hörmət etmirdi və ögey atası ilə arasında həmişə soyuq bir divar var idi. İkinci videoda isə Tedin məktəb və universitet həyatından danışacağıq. Videonu qaçırmamaq üçün buradan takip olub dəstək ola bilərsiniz.